Məhərrəm ayının 10 günü bitir. Sabah Aşuradır inşallah. Kim deyir bir damcı İmam Hüseynə göz yaşı axıtdı, vəcəbət ləhul cənnə, cənnət ona vacibdir. İndi bu məclisdən çıxanda, yaxud sabah Aşura günündən sonra deyəsən ki, yox əşi, bir dənə göz yaşına görəsən mənə bağışladılar, eləməyin belə. Allahın xoşu gəlmir. Allahın xoşu gəlmir. Məclisdən sonra İmam Hüseynə təşəkkür eləyin. Deyin, ağa, təşəkkür edirəm ki, məni tərtəmiz elədin bugün. Allah bir söz nə deyir? Deyir, kim mənim barədə nə gümanda olsa onu doğruldacam. Sən desən, yox əşki, Allah məni bağışladı, deyir, Allah deyir, axı, bu mənə gümandadır, mənim barədə bu zəndədir, olmaz doğrultmayın. Bəzi duan qəbul olmaya bilər, amma bu mütləq qəbuldur. Buna şübhəz olmasın. Kim desə ki, mən rəhmətinə ümidvaram, düzdür mən günahkaram, amma bağışladı bu gecə, Aşura gecəsində. Allah deyər, yaxşı deyil, axı, bu deyir dili ilə ki, Allah məni bağışladı, mən bunu bağışlamayım. Bu mənim Allahlığıma yaraşmır.